Gəldi mesaj. Aha. Kəmalə xanım, Ülviyə Namazova sizinlə nəyi bölüşə bilmir? Baxaq görə, öyrənək görək nəyi bölüşə bilmir. Diqqət Kəmalə xanıma. Allah hamd olsun, sən məni 100% dalaşdıracaqsan. Yox, Allah eləməsin. Mən bax burada tamaşaçıların suallarını verirəm. Çıxıb gedim, mən bu barədə danışmaq istəmirəm. Yox, bax nədir, bax nə istəyirlər sizdən? Bəlkə bir pillə üstünsüz ona görə. Bir pillə olmaz, çox olar, amma... Hadi deyin də, danışın da, ay Kəmalə xanım. Nə qalma-qala salmayın. Qalma-qal deyil bu. Bax bu, tam mən göstərdim də mesajda sizə. Tamaşaçıların, tanımıram bunların heç birini. Yəni, bizi izləyən hörmətli tamaşaçılarımızdır ki, 055-645-1965 nömrəsini yazırlar və sizi sevənlərdir. Bilirsiniz necədir? Mən sizə bir dənə söz deyim. Ola bilsin, Ülviyə xanım son zamanlar repertuarı düzgün seçmir. Oxuduğu mahnıları, necə deyim, son zamanlar ola bilsin, xalq tərəfdən uca sevilmir. Yəni, belə bir şeylər ola bilər. Ola bilsin, düzgün janrda da oxumur. Yox, həmən janrdadır. Yəni, mahnıları düz seçmir. Ona görsün, biraz reyting düşər, qalxar. Yəni, tema bu ola bilər. Başqa, yəni, Ülviyə xanımla bizim elə intriqamız yoxdur. Bəlkə bir paxıllıq falan ola bilər? Özü də belə... Hal-hazırda onu keçmişsiniz axı reytingdə. Reytingdə, hə, ancaq o biraz muğama daha... Sənətdə? O biraz muğamçıdır. Mən biraz estradnikam da, biraz fərqlidir biz. Amma istəsəz oxuya bilərsiniz də. Oxumuşam da zaten zamanında. Bəs bu son zamanlar... Oxumuşam, mən yaxın qonşu efirlərdə. Şahnaz Muğamı bilirsiniz də? Şahnaz Muğamı bilirəm necə olur, amma onu mən oxuya bilmərəm. Gəlin belə bir söz danışaq da. Bax, görürsünüz Ülvi bəy, mən alqışlayıram Kəmalə xanımı. Mən... Deyir ki, adam, üzr istəyirəm, deyir ki, oxuya bilmərəm. Amma bir də var ki, oxuya bilməyən, mən Şahnaz Muğamı filan yerdən oxumuşam. Axı, oxumuşam deyib, yoxsa oxuyacam deyib.